Və aşbazımız Ağa Nati Yasamayski. Bax belə. Mürdə xanım, çox sağ ol, təşəkkür edirəm. Mən də bizi izləyən tamaşaçılarımızı salamlayıram. Gözəl bir gün diləyirəm onlara. Amin. Gözəl gündür də. Bugün hazırlayacaq, Allah qoysa, qarışıq sacısı hazırlayacaq. Oy, sac yeməyi, nə yaxşı. Quzunun maçalarından. Quzunun neyinə? Maçalarından. Masa yoxsa maça? Maça da, maça. Ha, çı, maça. Mən o sözü deyə bilmirəm, mən demirəm. Və bizim ikinci yeməyimiz quzunun maçalarından bir qəşəng bir yemək. Dadlı bir yemək hazırlayacaq. Burada cigər var, qara cigər var. Bu mal cigəridir. Burada sac içi yeməyi hazırlanır. Kartof orada qızardılır. Ay maşallah, maşallah. İnsan üçün səhər tezdən bundan gözəl nə ola bilər ki? Efirə baxsın, bizi görsün və sevimləsin. Deməli, Ağa Nati. Sac içində nə gedir? Nə gedir? Sacın içində nə gedir? Ağa Nati. Quzu əti gedir, toğ əti gedir. Bunlar doğrayıb atmışıq taban, isti yağının içinə. Quzu əti. Ətlər bir yerdə pişirəcəyəm, amma tərəvəzlərini də ətdən, yəni başqa ayrı pişirəcəyəm. Kartoşka gedir, badımcan gedir, pandor gedir. Şiriciyəm. Biber gedir. Ustam adı nədir? Ağa Nati. Hə, Ağa Nati. Bəli. Siz Bakılısınız 100%. Hansı kəndindənsiniz siz? Xızıdanam, dağlıyam. Çok güzel. Burada Bakı səmsiz